Salam, hörmətli tamaşaçılar. Din və cəmiyyət verilişi efirdədir. Hər zaman aktual olan və öz əhəmiyyətini heç zaman itirməyən bir mövzuya bir daha qayıdırıq. Övlad tərbiyəsi məsələsinə İslamın baxışı barədə bugün söhbət açacaq. Qonaqlarımızı sizə təqdim edirəm. Bugünkü qonaqlarımız Professor Əjdər Ağayev və İlahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinovdur. Mən sizi salamlayıram, verilişimizə xoş gəlmişsiniz. Aqil müəllim, övlad tərbiyəsi haqqında İslamın əsas prinsipləri, əsas göstərişləri nədən ibarətdir? Övlad tərbiyəsində valideynlər və ümumiyyətlə uşağı əhatə edən mühit əsas hansı kriterləri gözləməlidir? Natiq müəllim, övlad tərbiyəsi xüsusilə günümüzdə həyatın çox kompleks, mürəkkəb bir hala gəldiyi dövrümüzdə çox böyük əhəmiyyət kəsb edir. Hətta o qədər əhəmiyyətlidir ki, belə deyək, uşaqların düşünmə şəkli ilə, uşaqlara düşüncə qabiliyyətini uşaqlarda necə inkişaf etdirməklə əlaqəli xüsusi fəlsəfə bölümü də yaranıbdır. Karl Jaspersin Kinder filosofi dediyi, yəni uşaq fəlsəfəsi dediyi bir fəlsəfə növü belə yaranıbdır. Yəni bu o qədər ciddi məsələ dünyada müzakirə olunan və şübhəsiz ki, İslamın da əsas üzərində durduğu məqamlardan biridir uşaq tərbiyəsi. Biz istər Qurani-Kərimə baxdıqda, istər Həzrəti Peyğəmbərin tətbiqatına baxdıqda burada görürük ki, uşaq tərbiyəsində çox böyük əhəmiyyət verilib. Məsələn, Qurani-Kərimdə Loğman surəsində Loğmanın öz oğluna nəsihətləri var. Əslində bu nəsihətlər uşağın necə tərbiyə olunması ilə əlaqəli olan nəsihətlərdir. Məsələn, Loğman oğluna nəsihət verir, nə etməlisən? Birinci nəsihətlərindən biri odur ki, Allaha şərik qoşmayacaqsan. Yəni, əslində, baxsaq biz fikirləşərik ki, niyə görən Loğmanın ilk oğluna əmri bundan ibarətdir, tək Allahı tanıyacaqsan. Çünki tək Allahı tanıyan, ondan başqasına qul olmayan şəxs həqiqətən də güclü olur cəmiyyət içərisində. Yəni, ancaq Allaha qul olur, Allahdan başqa heç kimə qul olmur, Allahdan başqa heç kimin önündə baş əymir. Belə bir şəxs, şəxsiyyəti də güclü olan bir şəxsə çevrilir. Və ondan sonra artıq tətbiqatda nə etməli olduğunu oğluna nəsihət verir. Bunlardan biri odur ki, təkəbbürlük etmə. İkincisi, yerişində müvazinətli ol. Danışanda danışığına diqqət et, səsini çox artırma, çox yüksəltmə. Və bir çox bu əməlləri yaxşılıq et. Və maraqlıdır, namaz qıl deyir. Namaz qılandan da sonra yaxşılığı əmr et və pislikdən çəkindir deyir. Maraqlıdır, nə fərq namazla bu yaxşılığı əmr etməyin və yaxşı insan olmaq arasında nə kimi əlaqə ola bilər? Əslində birbaşa əlaqə var. Qurani-Kərim bir yerində deyir ki, namaz insanı pisliklərdən və şirkinliklərdən uzaqlaşdırır. Gerçək namaz. Bəzi sual soruşula bilər ki, cəmiyyətdə elə adamlar var ki, namaz qılır, amma həqiqətən də o namazın tələblərinin, biz onda əxlaqi tələblərini onda görmürük. Ola bilər. Bu əsl namaz deyil demək ki. Çünki çirkinlikdən uzaqlaşdırır. İnsan gündə 5 dəfə Rəbbinə yalvarsa, Rəbbi ilə danışsa, Rəbbi ilə ünsiyyət qursa, bu insandan ancaq yaxşılıq ortaya çıxmalıdır. Yəni, gerçəkdən həqiqi qəlbi ilə, səmimi qəlbi ilə eləsə bunu. Bundan ancaq yaxşılıq biz görə bilərik. Və bunu etdikdən də sonra bunu edən insan çirkinlikdən insanları uzaqlaşdırar və yaxşılığa dəvət edər. Bu cəmiyyətdə çox əhəmiyyətli bir prinsipdir. İslamda buna əl-əmru bil-məruf və nəhyu anil-münkər deyirlər. Yəni, yaxşılığı əmr etmək və pislikdən çəkindirmək. Cəmiyyət içərisində əgər bu prinsip oturdulsa, yəni insanlar yaxşı əməlləri insanlara tövsiyə etsələr, burada əmr tövsiyə mənasındadır. Tövsiyə etsələr və pis əməllərdən insanların uzaq olmasına çalışsalar, birbaşa əməli olaraq buna riayət eləsələr, onda cəmiyyət həqiqətən də doğru bir cəmiyyət olar. Peyğəmbərimizin də həyatında biz bunları görürük. Peyğəmbər də öz tətbiqatında uşaqların tərbiyəsinə əhəmiyyət veribdir. Öz nəvələrinin Həzrət Həsənlə Həzrət Hüseynin tərbiyəsi ilə xüsusi məşğul olubdur. Onlara qarşı nəvaziş göstəribdir. Tərbiyə edəndə İslamın hökmlərindən biri nəvaziş göstərməkdir, mərhəmətlə tərbiyə etməkdir. Çünki kiçiklərimizə mərhəmət etməyən və böyüklərimizə hörmət etməyən bizdən deyildir, deyirsən. Bugün cəmiyyətimizə qəribə gələ bilər, çünki cəmiyyətdə belə hallara biz Azərbaycan cəmiyyətində çox şükür ki, rast gəlmirik. Amma Peyğəmbərimizdən əvvəlki ərəb cəmiyyətində, cahiliyyə dövrü cəmiyyətində bu hallara rast gəlirdik. Uşaqlarına mərhəmət göstərmək yox idi, xüsusilə bədəvilər arasında. Məsələn, Əqra İbn Habis adlı Təmim qəbiləsinin rəisi sahabələrdən birisidir bu. Peyğəmbərimizin yanına gəlib və görüb ki, Peyğəmbərimiz Həzrət Həsəni öpür, öz nəvəsini. Ona çox qəribə gəlib bu hadisə. Deyib, siz uşaqlarınızı öpürsünüz bəyəm? Mən deyib, 10 uşağım var, heç birini bugünə qədər öpməmişəm. Peyğəmbərimiz deyib ki, mərhəmət etməyənə mərhəmət olunmaz. Demək ki, birinci şərt uşağa mərhəmət edərək və o uşağın səviyyəsinə enərək uşağı tərbiyə etməkdir. Əlbəttə. Şərtlərdən birincisi bundan ibarətdir. İkinci şərt ondan ibarətdir ki, biz uşaqlarımızı öz zəmanəmizə görə yox, onların zəmanəsinə görə yetişdirməliyik.
Həzrət Əlinin çox gözəl bir sözü var. O deyir ki, uşaqlarınızı sizdən öz ədəbinizlə deyil, yəni öz davranışınıza görə deyil, onların dövrünün davranışına görə tərbiyə edin. Çünki onlar başqa bir zaman üçün yaradılıb, sizin zamanınız üçün deyil. Yəni bu o demək deyil, ümumi təməl prinsipləri öyrətməyəcək. Yox, təməl prinsiplər dəyişməz. Amma uşağı tərbiyə edəndə bilməliyik ki, bu uşaq bizdən sonraki cəmiyyət üçün olan bir uşaqdır. Belə bir söz də var hətta. Gələcək Deyirlər hazırlanmalı. ki, insanlar öz zəmanələrinin övladlarıdırlar. Belə bir fikir. İnsan İbn Zəmən, ərəb dilində çox məşhur bir kəlmədir. İnsan zamanının oğludur. Və bu baxımdan insanı gələcək zaman üçün hazırlamaq İslamda çox böyük bir əhəmiyyət kəsb edir. Uşaq tərbiyəsində də məncə bu məqamlara diqqət eləmək çox yerində olur. Çox mühüm məqamlardır və bir söhbətimizin gedişində Peyğəmbərimizin barədə tövsiyələrini biz bir daha xatırlayacağıq. Əjdər müəllim, istərdim məsələnin əhəmiyyəti barədə siz fikirlərinizi bölüşəsiniz. Övlad tərbiyəsi çox aktual bir məsələdir, elədirmi? Gələcəyimiz bundan asılıdır. Mən istərdim ki, bunun zərurətini, bunun əhəmiyyətini valideynlərimiz bir daha dərk etsinlər. Buyurun. Təbii ki, hər bir valideyn özü də uşaq olub, böyüyüb, valideyn tərbiyəsini görüb. Bütöv cəmiyyətin, həyatın, fəaliyyətin, insana lazım olan, yerə göyə lazım olan, təbiətə lazım olan nə varsa, hamısı tərbiyədən asılıdır. Tərbiyənin keyfiyyətindən asılıdır. Hamısı insan əsas faktordur. İnsan ali, şuurlu, şərəfli varlıqdır. Biz vasitələrdən, ya texniki vasitələrdən, hansı vasitələrdən, nələrdən danışırıqsa istifadə edək. Amma insan faktoru yoxdursa, insan onu ağılla, məqsəd yönlü, dediyiniz kimi gələcəyə yönəlmiş şəkildə, məsuliyyətlə tətbiq eləmirsə, onda görürsünüz, anlaşılmazlıq alınır, keyfiyyətsizlik alınır. Və deməli, tərbiyənin əhəmiyyəti deməli, həyatın varlığı deməkdir, cəmiyyətin varlığı deməkdir, insanlığın varlığı deməkdir və böyük yaradanın məqsəd kimi qoyduğu fəaliyyətlərin həyata keçməsi deməkdir. Tərbiyədə ilk metod nümunə olub. İbtidai icma quruluşu dövründə, hansı ki, insanlar hələ formalaşmamış bir vəziyyətdə idi və o zaman qızlar ananı təqlid eləyirdi, oğlanlar atanı təqlid eləyirdi. Və buradan nəticə çıxara bilirik ki, bugün də mühüm metod olan nümunə ibtidaidən gələndir. Zaman dəyişir, hər şey dəyişir, texniki vasitələr dəyişir, nə dəyişir? İnsanı biz həmişə deyərdik ki, pedagogikada belə bir şey var ki, ekskursiya çıxarmaq lazımdır, gəzdirmək lazımdır. Bugün texniki vasitələrlə onu evə gətirmək mümkündür. Gözün qabağına gətirmək mümkündür. Dərrakə, yüksək səviyyədə bir mühakimə varsa, hamısını görə bilir. Yəni, belə dəyişikliklər var. Amma nümunə, yaxşı nümunə, təbii ki, o ibtidaidən necə başlayıb indiyə qədər elədi. Klassik ədəbiyyatımızda, siz məndən də yaxşı bilərsiniz onları və ümumiyyətlə pedagojik fəlsəfi fikirdə ayrı-ayrı əsərlər var. Deməli, nə qədər cəmiyyət haqqında, həyat haqqında, nə bilim, inkişafla, nə ilə, baxışlarla bağlı əsərlər varsa, bəlkə onlardan 2-3 qat artıq övlad tərbiyəsi haqqında nəsihətləri var, ustadnamələr var, əsərlər var. Özü qədim dövrdən bəri. Və bu nə ilə bağlıdır? Mənə elə gəlir ki, bu onunla bağlıdır ki, insanlar anlayıblar ki, onların varlığı tərbiyədən asılıdır, verilən tərbiyədən asılıdır. Cəmiyyətin mövcudluğu, yəni necəliyinin mövcudluğu, cəmiyyət var, necəliyinin keyfiyyət mövcudluğu, keyfiyyətli tərbiyədən asılıdır. Övlad tərbiyəsi məsələsi həmişə aktual olub və mən deyərdim ki, bəlkə bugün daha aktualdır. Çünki siz, Aqil müəllim gözəldir, mürəkkəb bir zamandır. Bu cümlə, birinci cümlədən onu ifadə olundu. Mürəkkəb, qarışıq bir zamanda, bu qarışıqlığın içərisində İnsan labirinti gərək düz seçsin və bu da uşaqlıqdan formalaşmadan çox asılıdır. Və tərbiyə gərək elə qurulsun ki, orada insan olaraq özünü idarə edə bilib, ailəsində, qonşuluqda, məhəllədə, rayonda, şəhərdə, ölkədə, cəmiyyətdə özünü görə bilib,
özünü göstərə bilsin yaxşı hərəkətlərlə. Mən istərdim ki, Azərbaycanın böyük mütəfəkkir oğlu Nəsrəddin Tusinin Əxlaq-ı Nasiri əsərindən övlad tərbiyəsi ilə bağlı bəzi bölümləri tamaşaçılarımızın diqqətinə çatdıraq. Gəlin birlikdə Nəsrəddin Tusinin övlad tərbiyəsi barədə fikirlərini dinləyək. Nəsrəddin Tusi Əxlaq-ı Nasiri kitabında yazır. Uşaq doğulan kimi ilk növbədə ona yaxşı bir ad qoymaq lazımdır. Namünasib ad qoysalar, bütün ömrü boyu bundan xəcalət çəkər. Uşaq süddən ayrıldıqdan sonra hələ əxlaqı korlanmağa macal tapmadan onu tərbiyə etməyə, nizam-intizama öyrətməyə başlamaq lazımdır. Uşaqda təmiz, idraki qüvvələrdən ən əvvəl utanmaq, həya əlamətləri özünü göstərir. Əgər uşaq həyalıdırsa, bu onun nəcibliyinə sübutdur. Bu o deməkdir ki, onun nəfsi çirkin əməllərdən ikrah edib, gözəl işlərə meyl göstərir. Tərbiyənin birinci şərti budur ki, uşağı onun təbiətini korlaya biləcək adamlarla oturub durmağa və oynamağa qoymayasan. Çünki uşaq nəfsi sadə olar, ətrafdakıların xasiyyətini tez götürər. Uşağı mehribanlıq və məhəbbət doğuran xasiyyətlər əsasında tərbiyə etmək lazımdır. Xüsusilə ağıla, şuura, idraki təsir edən başa salmaq yolu ilə. Pul vermək, şirnikdirmək, əsl nəsəbə aid olan şeylərlə yox. Uşağa adət-ənənə, davranış qaydalarını, dini vəzifələri öyrətmək, onları yerinə yetirməyə təhrik etmək, tabi olmadıqda tənbih vermək, xeyirli işləri onun yanında tərifləmək, zərərli işləri pisləmək məsləhətdir. Ondan yaxşı bir hərəkət baş verdikdə həvəsləndirib artırmaq, nöqsan gördükdə danlayıb qarşısını almaq lazımdır. Sonra dərs öyrətməyə, təlimə başlarlar. Hikmətli kəlamlar, tərbiyəvi şeirlər əzbərlədərlər ki, öyrətməli olduğu məsələlər onun yadında qalsın, mənasını unutmasın. Uşaq xoşagələn bir hərəkət etdikdə onu tərifləyib həvəsləndirmək lazımdır. Lakin əks hallarda hər dəqiqə danlayıb üzünə vurmaq doğru deyil. Bunu səhv, bilməmək üzündən etdiyini demək yaxşıdır. Çox danlamağa adət edib hər şeyi qadağan etməkdən çəkinmək lazımdır. Bu, acığa düşüb həmin işi bir daha görməyə sövq edər. Uşaq nəsihətə qulaq asmaqdan bezər. Elə etmək lazımdır ki, uşaq heç nəyi gizlətməsin. Nə isə gizlətmək onun qəbahətli olduğunu başa düşməyi göstərir. Əgər bir qəbahətli iş gizlədildimi, o biri işlərdə gizlətməyə cəsarət edər. Uşağa az danışmağı, susmağı, soruşanda cavab verməyi, böyüklərə qulaq asmağı öyrətmək, nalayiq sözlər, söyüşlər, yersiz kəlmələr işlətməkdən utandırmaq, gözəl, zərif, xoş kəlamlardan istifadə etdikdə tərifləmək lazımdır. O, özünə, müəlliminə, özündən yaşca böyük olanlara hörmət və xidmət etməyi bacarmalıdır. Deyilmişlərin əksinə tərbiyə olmuş adam çətin ədəb öyrənər, xüsusilə də yaşı keçmiş olsa. Lakin nöqsanını başa düşüb vərdişləri tərk etmək üsulunu bilsə, ona əməl etsə, səy göstərsə, xeyirxahlarla oturub dursa, yaxşı nəticə əldə etməsi bəlkə də mümkündür. Adil müəllim, danışdığımız mövzunu bir qədər də dərinləşdirmək istərdim. Övlad tərbiyəsində hansı prinsipləri gözləmək lazımdır? Bunları Peyğəmbərimizin, İslam müqəddəslərinin, böyük mütəfəkkirlərimizin nümunəsində gəlin izah edək. Buyurun. Natiq müəllim, Əjdər müəllim çox gözəl buyurdu. Tərbiyə cəmiyyətin əsasıdır. Yəni, yaxşı bir cəmiyyətə biz sahib olmaq istəyiriksə, birinci övladlarımızı yaxşı tərbiyə eləməliyik. Və Peyğəmbərimiz də heç bir ata övladına yaxşı tərbiyədən daha böyük bir sərvət qoyub getməmişdir, deyir. Yəni, böyük sərvət tərbiyədir. Və necə tərbiyə eləməliyik? Bu əhəmiyyətlidir. Bu prinsiplərdən biz bəhs eləyəcəyik. Hansı prinsiplərə riayət olunaraq biz tərbiyə eləməliyik övladlarımızı? Birinci prinsip, biraz əvvəl qeyd etdiyim kimi, övlada tərbiyə edəndə biz o uşağın səviyyəsini inərək onu tərbiyə eləməliyik. Yəni, biz qarşımızda böyük bir insanın olmadığını, kiçik yaşda bir insanın olduğunu görərək ona eləcə xitab edib biz tərbiyə eləməliyik. İkinci prinsip ondan ibarətdir ki, biz övladlarımızı tərbiyə edəndə cəmiyyətdəki müsbət dəyərləri ona aşılamalıyıq. Və mənfi dəyərləri də, dəyər deməyəsində buna, mənfi hallardan da çəkindirməliyik. Cəmiyyət içərisində müxtəlif təbəqələr var. Niyyəti müsbət olan insanlar var, niyyəti mənfi olan insanlar var və bu mənfi insanlardan çəkindirmək üçün bizim müqəddəslərimiz çox əhəmiyyət verib buna. Məsələn, İmam Cəfər Sadiqin bir sözü var. O deyir ki, Süfyan Əs-Sövriyə, dövrünün böyük alimlərindən Süfyan Əs-Sövriyə deyir ki, atam məni tərbiyə edəndə 3 şeyi mənə buyurdu.
və 3 şeydən də çəkindirdi məni. Buyurduqlarından biri ondan ibarətdir ki, pis xasiyyətli insanla yoldaşlıq etmə, salamat qalmarsan. Demək ki, birinci biz dostumuzu seçəndə övladımıza bunu tərbiyə eləməliyik. Cəmiyyətdə əgər yaxşı mövqe tutmaq istəyirsənsə və yaxşı insan olmaq istəyirsənsə, ətrafındakı insanlara diqqət elə, kimin içindəsən? Yəni, Bu çox əhəmiyyətlidir. Bəzən deyirlər ki, əşi, mən onunla yoldaşlıq eləyirəm, xasiyyətimiz tutmasa da yoldaşlıq eləyirik. Yox, biraz gedəndən sonra onun xasiyyəti sənə sirayət eləyəcək mütləq. İkincisi, deyib ki, danışığına diqqət elə. Danışığını bilməyən, danışığını cilovlaya bilməyən şəxs bunun nəticəsində peşmançılıq çəkər. Danışığına mütləq cilova. Bu çox əhəmiyyətlidir. Bəzən dil yarası deyirik biz. Dil yarası bütün yaralardan daha üstün olur. Və deyir ki, üçüncü məsələ ondan ibarətdir ki, atam məni tərbiyə etdiyi üçüncü məsələ ondan ibarətdir ki, pis yerlərə getmə, töhmət altında olarsan. İnsan hara gedəcəyini bilməlidir. Kimlərin içinə girəcəyini bilməlidir. Bəzən görürsünüz ki, deyirlər ki, biz bu mənfi, belə deyək, şəxslərin olduğu yerlərə getdik, mənfi halların olduğu yerlərə gedirik, amma özümüz mənfi işlərlə məşğul deyilik ki. Yox, olmaz. Çünki həm cəmiyyət içərisində töhmət altında tutularıq, bədgümanlıq olunar bizim haqqımızda, həm də get-gedə o bizim xasiyyətimizə sirayət edir. Və deyib ki, 3 şeydən məni atam çəkindirdi. Bu 3 şeydən nədən ibarətdir? O da yenə yoldaşlarla əlaqəlidir. Həsəd aparan şəxslə, başqalarına verilən neymətə qarşı həsəd aparan, başqalarının müsibətinə gülənlə yoldaşlıq etmə. Niyə yoldaşlıq etmə, başqalarının müsibət? Bəzən görürük ki, cəmiyyətimizdə deyirlər ki, filan kəs onsuz da pis adam idi, başına gələn müsibətlər də yaxşı oldu ona. Əslində doğru bir şey deyil bu. əlbəttə. Üçüncü məsələ, başqalarının qeybətini edənlərlə bir oturma deyir. Demək ki, burada əslində İmam Cəfər Sadiqin dedikləri nəyi əsas götürür? Birinci, biz övladımızı yetişdirməliyik ki, yaxşı bir mühit içərisinə geçsin. Çünki biz övladımıza nə qədər evdən nəzəri tərbiyə versək, o gedəcək o mühitin içində yaşayacaq. O tərbiyəni biz nə qədər versək, mühitin içində, mühit fərqli olanda, mühit pis olanda istərseniz ondan təsirlənəcək. Və yenə əsas övlad tərbiyəsində əhəmiyyət verilən prinsiplərdən biri Əjdər müəllim biraz əvvəl qeyd etdiyi nümunəlilik prinsipidir. Şəxsi nümunə məsələsi. Şəxsi nümunəlilik. Nəzəri əsasları nə qədər insanlara aşılasaq, praktikada özümüz tətbiq etməsək, oradan nümunə olmaz. O şəxs uşaq bizdən götürməyəcək. Yəni Əjdər müəllim doğru buyurdu. Qızlar anasından, oğlanlar atasından götürür. Əgər məsələn atası uşağa tərbiyə eləyəndə deyir ki, oğul başqalarına həsəd aparma, başqalarının qeybətini elə, amma özü həsəd də aparır, qeybət deyilir, onun heç bir təsiri olmaz. Və Peyğəmbərimiz də birinci buna əhəmiyyət veribdir. Hər şeydə birinci özü nümunə olmağa çalışıb. Quran-ı Kərim boşuna demir ki, Peyğəmbərdə sizin üçün gözəl bir nümunəlilik, örnəklik vardır. Peyğəmbər həyatında nümunə oldu ki, ətrafına insanlar toplaşdı. Nümunə olmasa toplaşa bilməzdi ki. Quran-ı Kərimdə mövcud olan prinsipləri birinci özü tətbiq etdi. Birinci özü tətbiq etdiyi üçün təsirli oldu. Və uşaq tərbiyəsində də məncə bu əsasa əməl eləmək lazımdır. Və üçüncü əsas uşağı dövrümüzdə mövcud olan biliklərlə, lazım olan biliklərlə əhatə etməkdir. Bəzən, belə deyək, dini radikallığa götürən şəxslərdə biz bunu daha çox görürük. Onlar deyirlər ki, uşağa ancaq dini təhsil lazım, başqa heç nə lazım deyil. Hətta keçənlərdə mən eşitdim, biri tövsiyə deyirmiş ki, uşaqlarınızı ancaq Quran-ı Kərimi öyrədin və güclü olanlar üçün idmana yollayın, başqa heç nə lazım deyil. Bu birisi nə deməkdir? Bu, cəmiyyətdən təcrid etmək deməkdir uşağa. Əlbəttə. Əslində, radikallıq da belə yaranır. Yəni, cəmiyyəti bilməyən, cəmiyyətin dəyərlərini bölüşməyən, ancaq müəyyən şeyləri bilən insanlar cəmiyyətlə aralarında, belə deyək, uçurum yaranır və uçurum nəticəsində də radikallaşır. Demək ki, mövcud olan Həzrət Əlinin sözü də buna işarədir. Yəni, övladlarınızı özünüzdən sonraki zaman üçün yetişdirin. Yəni, bu zamanda bizə nə lazımdırsa, uşağın təhsili üçün nə lazımdırsa, ona əhəmiyyət verməliyik. Uşağın təhsilinə çox əhəmiyyət verməliyik. Bəzən valideyn elə bilir ki, uşağa evdə müəyyən nəzəri əsasları öyrətdi, yox, amma apardı, göndərdi məktəbə, məktəbdə onun təhsili ilə maraqlanmır, uşaq necə təhsil alır, buna maraqlanmır və nəticədə onun verdiyi tərbiyənin də o qədər əhəmiyyəti olmur. Çünki tərbiyə bir ailə, iki cəmiyyət və məktəbin birlikdə etdiyi, birlikdə, belə deyək, bacardığı bir şeydir. Bax, elə mən bu barədə Əjdər müəllimin növbəti sualı ünvanlamaq istərdim. Əjdər müəllim, övladın tərbiyəsində, uşağın tərbiyəsində hansı daha çox mühüm rol oynayır? Valideynmi, təhsil müəssisəsi mi,
yoxsa ətraf mühitmi? Yəni bu texniki nailiyyətlər, qohum, qonşu, küçə, uşaqlar və s. Bax bu üç amilin hansı biri daha mühümdür və daha diqqətli olmaq lazımdır? Dediyiniz amillərin hamısının rolu bəllidir, var. Lakin ilk və əsas amil ailə ocağıdır. Ailə elə məktəbdir ki, ailə elə dövlətdir ki, ailə elə cəmiyyətdir ki, uşağın həm fəaliyyətinin məsuliyyətini daşıyır, həm onun insan kimi böyüməsində hansı keyfiyyətlərə yələnməlidir, onu həyata keçirir və nəticələrinə cavabdehdir. Üçüncüsü də ailələr bütün birləşib cəmiyyəti yaradır ki, bu ailədən gələn tərbiyə, ailənin verdiyi tərbiyə evladı məktəbə, cəmiyyətə atır. O mühitlər müxtəlifdir. Mühit haqqında çox gözəl söhbətlər olur. Mühit başı camildir. Ailə mühiti var, küçə mühiti var, məhəllə mühiti var, rayon mühiti var, məktəb mühiti var, hətta coğrafi mühit də var. Dağda yaşayanla aranda yaşayanın xarakterində müəyyən fərqlər olur. O dəyərləri ikisi də yerinə yetirməlidir. Amma biraz möhkəmlikdəmi, fiziki məsələlərdə falan da fərqlər ola bilər. Yəni mühit başlıca məsələdir və ailə mühiti hər şeyin mənbəyidir. Təsadüf deyil ki, bizim həyatımızda çox şeylər var, amma ən böyük bayramımız, sevincimiz toydur. İki gəncin birləşməsi. Çünki iki gəncin ailə qurması əsas məsələsidir, amma onun vəzifə, missiyaları evladlarla bağlı olacaq. Onu necə sevinclə el qarşılayır. Bu iki gənc evləndi, sabahları onun evladı olanda görüşünə gedirlər, arzularını bildirirlər. Nəsrəddin Tusinin dediyi kimi ona necə ad qoyublar? Birinci ad əsas məsələdir, davranış filan və s. Gülüşünün özünü istiqamətləndirmək mümkündür uşağın. Hazinadın Tağıyevin qızlar məktəbi yoxudur. Orada fən keçirdilər. Deməli, davranış necə olmalıdır? Onu qadınlara hədiyyə adında dərsliyin adı belə idi. Deməli, ana bətninə uşaq düşəndən, dünyaya gələndən, böyüdülüb həyata addım təhsilinə çatandan, hətta ailə qurana qədər bütün keyfiyyətlər orada aşılanırdı. Mən o kitaba baxmışam, bizim deməli, o kitabın Abdullah Şaiqin qardaşı, həm də böyük din xadimi idi, onu yazmışdı. 97 Avropa və şərq ədəbiyyatından istifadə olunmuşdu. Cəmləmişdi bir insan modeli, təkcə şərq yox, bir insan modeli. Niyə qızlar məktəbində? Çünki qızlar o işi sabah yerinə yetirməlidir. Bilirsiniz? Və buna görə, Natiq müəllim, əsas faktor ailədir. Valideynlərin nümunəsi, hərəkəti, davranışı, İndaqil müəllim gözəl dedi. O tələb elədiyinin nümunəsini göstərməlidir. Düz danış deyir. Amma telefon zəng çalanda deyir ki, ata, uşaq deyir, səni istəyirlər, deyir, denən evdə yoxdur. Qutardı, qırıldı. Bizim böyük pedagoglardan bir sözü var, deyir ki, ailənin bir çox problemlərini həll eləmək olar. Ailə ahəngi pozulubsa, ona heç bir metod kömək eləmir. Ailə ahəngi, atadır, anadır, evladdır, nənə, baba faktorları da var. Və ya dediyiniz, başqa qohum faktorları da var. Onun əsas valideynlərdir. Bu ahəng saz olmalıdır, düz olmalıdır, diqqətli olmalıdır. İndi bizim bir çox valideynlər, elə mən özümü də ora qatıram, səhər işə gedirik, axşam gəlirik, elə axarına buraxmışıq. Düzdür, axarına buraxmaq belədir ki, uşaq özü də, indiki uşaqlar çox belə inkişaf eləmiş, başa düşən, hər şeyi qavrayan uşaqlardır. Amma hər halda bu çox şey bilmir, ona yol göstərməliyik, ona anlatmalıyıq, izah eləməliyik. Əgər valideyn həm də onun idrakını inkişaf elətdiribsə, ona məntiq aşılayıbsa, fərqləri göstərə bilibsə, onda o uşaq yaxşını pisdən pisi, yaxşıdan yuxarı yaşlarda ayıra bilir. Yəni 12, 13, 14 yaşlarda ayıra bilir. Ona görə də məktəb də öz rolunu oynayır təbii ki. İndi Aqil müəllim insan üçün ən vacib olan şey mənim aləmimdə insanın xoşbəxtliyi ən mükəmməl, ən yaxşı insan müəllimdən təhsil almaqdır. Valideyn öz yerində də, o yaxşı valideyn zaten falan öz yerində. Bunlar olanda bir-birini
davam ettirir və hər biri öz rolunda tamamlayır və insanı meydana hazırlayır. Bizim sual-cavab rubrikamızın vaxtı gəlib çatdı. Biz hər həftə tamaşaçılarımızı maraqlandıran suallardan birini dini ekspertimizi ünvanlayıb ondan cavab istəyirik. Gəlin birlikdə sual-cavab rubrikasının bugünkü buraxılışını izləyək. Quran-ı Kərimin Nəhl surəsinin 36-cı ayəsində bildirilir ki, biz hər millətə Allahın yolu ilə gedin, tağutdan çəkinin deyə bir peyğəmbər göndərdik. Bu ayədən də aydın olur ki, hər bir millətə Allah Taala bir peyğəmbər göndərmişdir. Amma bu peyğəmbərlər haqqında biz məlumatı nə dərəcədə bilirik, hansı qaynaqlardan əldə edirik? İlk baxışda bu Quran-ı Kərimdir bizim üçün. Quran-ı Kərimdə peyğəmbərlərin sayı barəsində fərqli fikirlər vardır. Amma konkret olaraq bunlardan 25-inin adı çəkildiyi, 3 peyğəmbərin isə ümumiyyətlə peyğəmbər, 3 şəxsin peyğəmbər olub olmamağı haqqında fikir ayrılığı vardır. Və bir çox hallarda bunların peyğəmbər deyil, hikmət əhli olduğu bildirilir. Bunlar Həzrəti Üzeyir, Həzrəti Zülqərneyn və Həzrəti Loğmandır. 25 peyğəmbərdən savayda bir hədis şərifdə, peyğəmbərimizin bir hədis şərifində peyğəmbərlərin sayı mövzusunda çox fərqli bir məlumata rast gəldik. Peyğəmbərimiz sallallahu buyurur ki, yer üzünə 124 min peyğəmbər göndərilmişdir. Bunlardan 315-i rəsul, digərləri isə nəbidir. Demək ki, burada 124 min rəqəminin istifadə olması bəzi yerlərdə hətta 224 min də göstərir. Bu onu göstərir ki, yer üzünə çoxlu sayda peyğəmbərlər göndərilir. Quran-ı Kərimin Nisa surəsinin 164-165-ci ayələrində bildirilir ki, Ya Rəsulum, biz sizə bundan öncə göndərilmiş peyğəmbərlərin bəziləri haqqında məlumatlar verdik, bəziləri haqqında isə məlumatlar vermədik. Bir başqa Quran ayəsində bildirilir ki, Allahın Rəsulunda Allaha inanan və axirət gününə inanan insanlar üçün örnəklər vardır. Quran-ı Kərimdə adı qeyd olunan peyğəmbərlər ona görə xüsusən vurğulanır ki, bunların qissələri insanlar üçün bir həyat örnəyidir. Və bu insanların yaşadığı həyat bizə bugünkü gündə də bir nümunədir. Xüsusən də bu peyğəmbərlər həyatın çətin anlarında, sıxıntılı anlarında öz zəkalarından, öz mübarizliyindən, öz qətiyyətindən istifadə edərək insanlara sıxıntılı anlarda, çətin anlarda nə cür olmağı tövsiyə edirlər. İbrahim Peyğəmbərin qissəsində biz görürük ki, ilk növbədə ağılla Allahın varlığını axtarıb tapan bir insandan söz gedir ki, heç bir vəhy olmadan, sonradan təbii ki, Allah bunu düzgün yolu da göstərir. Həzrəti İsa'nın, Həzrəti Musa'nın qissələrində biz daha çox rastımıza gəlir. Quran-ı Kərimdə bunlardan daha çox bəhs olunur ki, bunlar da mübariz insanlar olaraq. Digər peyğəmbərlərin haqqında bəziləri var ki, Quran-ı Kərimdə çox az məlumat verilir. Amma xüsusən Ulul Azm olaraq bilinən peyğəmbərlər haqqında geniş məlumatlar verilir. Bunlar insanlara nümunə olsun deyə, onların qissələri bir örnək mahiyyətdə olsun deyə Quran-ı Kərimdə bunların adları keçir. Aqil müəllim, övlad tərbiyəsinə hansı dövrdən başlamaq lazımdır? Çünki biz bəzən valideynlərdən belə sözlər eşidirik. Övladlarında hər hansı mənfi təmayül gördükdə və onlara bunu çatdırdıqda deyirlər ki, artıq mən fürsəti itirdim, heyif vaxtında bunun qarşısını ala bilmədim, vaxtında bu işlə məşğul ola bilmədim, bu vaxt keçdi. Bəs vaxtı keçirməmək üçün nə etmək lazımdır? Valideynlər nə eləsinlər? Natiq müəllim, ümumiyyətlə bizim dini ənənəmizdə övlad tərbiyəsi ana bətnindən başlayır. Ana bətnə necə başlayır desəniz, hətta bizim kitablarımızda qeyd olunub ki, ana bətnində olanda belə övlad, ana və ata diqqət eləməlidir öz hərəkətlərinə və hətta öz yediklərinə haram loxma yeməməlidirlər. Bəli. Demək ki, ana bətnindən başlamaq lazımdır. Sonra uşaq doğulur. Uşaq dünyaya gələndə, Əjdər müəllim doğru dedi biraz əvvəl, yaxşı ad qoymaq. Yaxşı ad qoymalıdır. Bu Peyğəmbərimizin həyatında birbaşa tətbiq olunub. Hətta Peyğəmbərimiz cahiliyyə dövründə müəyyən şəxslər çox mənfi adlar qoyardılar uşaqlarına. Və o adları dəyişdiribdir. Deyib, bu adı dəyişdirin. Uşağa bu adı qoymayın. Çünki o mənfi adla, belə deyək, adlandırılan uşaq gələcəkdə o mənfi adın təsirində qalacaq.
təsirində qalacaq. Demək ki, ana bətni ilə başlayır, uşaq doğulanda ona gözəl ad qoyulur və hətta uşaq doğulanda İslam ənənəsində onun qulağına azan oxunması var, azan belə oxunur. Niyə? Allahın kəlamını eşitsin deyilir, bununla tərbiyə olunsun deyilir. Və ondan sonra uşaq kiçik yaşlarından etibarən biz uşağa biraz əvvəl qeyd etdiyim müsbət keyfiyyətləri aşılamalıyıq. Həm dini mədəniyyətini yüksəltməliyik, Allaha bağlı olan bir insan olmasını biz təmin etməliyik. Həm də eyni zamanda belə deyək, dünyada lazım olan dünyəvi elmlərin öyrənilməsinə də əhəmiyyət verməliyik. Və başqa bir məsələ, gələcəkdə uşağın belə deyək, həyata atılanda, böyüyəndə, uşaq həyata atılanda onun əlində bir resept olmalıdır. Biraz əvvəl qeyd etdiyimiz keyfiyyətlər bu reseptdə yer almalıdır. Nədir keyfiyyətlər? Kiminlə yoldaşlıq edəcək, hansı mühitə düşəcək və hansı əməllərin yerinə yetirməli olduğunu valideynlər uşağa mütləq aşılamalıdırlar. Və biz bunu etsək, yəni kiçik yaşlarından etibarən uşaqları tərbiyə etsək və nəticəni əldə edərək, çox təəssüf ki, cəmiyyətimizdə bəzən görürük ki, deyirlər ki, hələ yaşı balacadır, ona o qədər əhəmiyyətli deyil bir şey aşılamaq. Və hətta çox mənfi bir halını mən sizə qeyd edirəm, kiçik uşaqlara söyüş söyməyi belə öyrədirlər bəzi şəxslərimiz. Və bunu çox sevinclə qarşılayırlar, uşağım söyüş söyməyi öyrəndi deyirlər. Bu var olan bir fenomendir də, bunu qeyd eləməliyik. Çox neqativ hallardır bunlar. Elədir. O yaşlardan uşağı biz tərbiyə eləməliyik. Və kiçik yaşlardan pedaqoqlar da onu qeyd edir ki, xüsusilə 6 yaşına qədər uşağın tərbiyəsi çox böyük əhəmiyyət kəsb edir. Bütün bunlara məncə valideynlər əməl eləsə, həm ailə üçün, həm cəmiyyət üçün, həm də Allah qarşısında məsuliyyətini dərk edən bir insan tipi yetişdirə bilər. Əsas məsələ odur ki, burada fürsəti itirməmək və vaxtı fövtə vermədən vaxtında tədbirləri görmək lazımdır. Əjdər müəllim, başqa bir aktual məsələ haqqında sizə sual vermək istərdim. Bugün cəmiyyətdə biz bunun şahidi oluruq. Uşaqlara hansı dərəcədə azadlıq vermək lazımdır? Çünki bəzən valideynlər, hətta pedaqoqlar belə uşaqları, bəziləri, bunların bir qismi uşaqları çox sıx nəzarət altında saxlamağa məsləhət görürlər. Bəziləri isə uşaqlara həddən artıq azadlıq verməyi məsləhət görürlər. Çünki bugün zəmanə bunu tələb edir, qloballaşma bunu tələb edir, qərb mədəniyyəti, qərb tərbiyəsi bunu tələb edir. Hətta təhsil sistemimizdə belə müəyyən azadlıqlar, sərbəstliklər artıq biz təmayülləri görürük. Bax, bunları necə tənzimləmək lazımdır, necə müvazinəti qorumaq lazımdır? Öncə deyim ki, azadlığın verilməsinin özü hər hansı mühitdə yaşayan insanların mədəniyyət səviyyəsindən asılıdır. Onun səviyyəsindən asılıdır. Xaos olan yerdə, başbozoluq olan yerdə qanunların icrasına nəzarət olmayan və yaxud nə yolunansa ötüşdən yerdə azadlıq hər şərkiliyə özbaşınalığa gətirib çıxarır. Yəni bu siz dediyiniz tələblərin və ya keyfiyyətlərin tətbiqi insanların səviyyəsindən, dünya görüşündən, mədəniyyətindən asılıdır böyüklərin. İndi keçək, o uşaqlarla bağlı, uşaqlara uşaqlıqlarını qadağan eləmək olmaz. Uşaqlığını uşaq yaşamalıdır. O həyatdır. Uşaq özü indi onu lazımınca mən uşağam dərk eləməsə də, bugün biz böyüklər uşaqlığımızı xatirələrimizdə yaşadırıq və necəliyinlə ya təəssüf, ya sevinç keçir. Dəyərləndiririk. Ona görə uşaqların uşaqlığı üçün də onlara azadlıq vermək, hərəkətlərinə sərbəstlik vermək, necə deyərlər, onu uşaq kimi böyüməsinə, uşaq danışığına, uşaq hərəkətinə əsəbləşmək lazım deyil. Amma tam sərbəstlik verərək nə gəldi sındırsın, kimə nə gəldi Aqil müəllim deyəcək, söyüş məsələsi. Əlbəttə bunlar olmaz. Uşaqlarda hərəkətlərin icrasına tələblər eynidirsə, ata və ananın tələbi eynidirsə, nənə babanın tələbi eynidirsə, biri güzəşli, biri elə fikir vermədən və s. olarsa, orada çaşqınlıq yaradır. Tələblər yerə eyni olar. Pedaqogikada tələblərdə vahidlik prinsipi var. Tələblər yerə eyni olar. Lakin bu tələblər məhəbbətlə, sevgi ilə, anlataraq, başa salaraq, öz hərəkətlərində nümayiş elətdirərək olmalıdır ki, uşaq onu qavrasın. Uşaqlar istədiklərini, yəni arzularına uyğun olaraq mümkün olan şeylərin edilməsinə, oyuncaq alınmasına, nə bilim, oynamalarına və şərait yaradılmalıdır. Onlar sıxışdırılmamalıdır. Hər şeyin üstünə qışqırmaq olmaz. Bəzən hətta
fiziki cəza da verirlər uşaqlara, bunlar qətiyyən olmaz. Lakin özbaşınalıq səviyyəsinə çatdırmaq olmaz. Bu dairədə onlara azadlıqlar verilməlidir. Çox sağ olun, maraqlı söhbətinizə görə mən sizə təşəkkürümü bildirirəm. Sağ olun. Siz sağ olun. Belə bir fikir var ki, insan öz gələcəyini özü qurur. Əlbəttə, burada qəza və qədər məsələsi ilə ziddiyyət axtarmaq lazım deyil. Əgər danışdığımız mövzunun dərinliklərinə bir qədər daxil olsaq, bu fikrin həqiqətini görə bilərik. Hər birimizin evində övladlar, uşaqlar böyüyür. Əgər gələcək dünyamızı işıqlı, gələcək cəmiyyətimizi sağlam görmək istəyiriksə, övladlarımızın tərbiyəsinə daha çox diqqət ayırmalıyıq. Çünki gələcəyimiz onların əlindədir. Allah amanında.